hardan biləsiniz ki, artıq yetər. Yox, boşanmaq deyil. Artıq yetər. Psixoterapiyaya müraciət etməliyik. Və bu psixoterapiyaya müraciət etmək də zəiflik deyil. Bu sizin öz gələcəyinizə, öz xoşbəxt həyatınıza atdığınız bir addımdır. Bir yatırımdır ki, buna dəyər verirsinizsə, qorumaq istəyirsinizsə, özəl bir duyğuları, o zaman təbii ki, terapiyaya başlamalısınız. Yaxşı, biz hardan bilə bilərsiniz ki, artıq zamanıdır? Mən də sizə 3 vacib əlaməti sadalayacağım. Diqqət yetirin, onlar sizin münasibətlərinizdə var, yoxsa yox. Birinci, ən gözü çarpan əlamət odur ki, insan dəfələrlə eyni məsələni müzakirə edir, eyni problemləri həll etmək istəyir, amma alınmır. İllər keçir, nəticə eynidir, bəlkə də daha da ağırlaşır. Digər əsaslı simptom nədir? Siz öz hisslərinizə sanki hakim ola bilmirsiniz. Artıq emosiyalar çox sərt şəkildə sizə mənfi təsir göstərir. Və yaxud da ki, əksinə, emosiyalar susur, danışmır, heç nə hiss etmirsiniz, artıq hər şeyi boş buraxırsınız. Bu da donmuş bir vəziyyət yaranır. Ailədə ciddi bir buz parçası var. Məhz aranızdakı emosional boşluğa daxil olacaq bir buz parçası. Digər bir əsaslı əlamət nədir? Siz elə bir ki, somatik olaraq artıq bu münasibət problemlərini bədəninizdə yaşadırsınız. Burada təşviş, həyəcan pozuntusu da ola bilər, panik atak da ola bilər. Çünki psixosomatik öz işini görür. Gec-tezə səhhətinizdə bir problemlər yaşanacaq. Deyilməyən sözlər, eşidilməyən müxtəlif fikirlər, bunlar hamısı içinizdə emosional baskı olaraq sanki sıxışdırılır, qalır. Həll olunmamış, açıq qalan məsələlər təbii ki, birbaşa bizim bədənimizdə yaranmış o reaksiya çıxmadan qalır və problem böyüyür. Birbaşa sağlamlığımıza ziyan vurmuş oluruq. Ona görə vaxtında bu əlamətləri görürsünüzsə, həllini psixoterapiyada tapacaqsınız. Yetər ki, birinci addım atasınız. Bunu siz özünüz üçün edirsiniz. Ən birinci, öz sağlamlığınız üçün. Daha sonra münasibətdəki xoş günləri yaşatmaq üçün.